Rusiya-Ukrayna müharibəsinin nizamlanması və sülhün əldə olunması istiqamətində müxtəlif formatlarda danışıqlar getsə də, nəticə hələ ki yoxdur. Bir sıra mühüm məsələlər istiqamətində razılıqlar əldə olunub. Belə ki, Qara Dəniz hövzəsində gəmilərin atəşə tutulmaması, eyni zamanda Rusiya və Ukraynanın enerji obyektlərinə hücumların edilməməsi hazırda razılaşdırılıb. Düşünürəm ki, bu mühüm irəliləyişdir. Çünki ticarətin, gəmi daşımacılığının, tədarük zəncirinin formalaşmasında bu addımlar müsbət nəticələrə gətirib çıxara bilər. Lakin Avropa öz təhlükəsizliyi haqqında düşünür və artıq neçənci dəfədir ki, Avropada sammitlər keçirilir. Böyük Britaniyanın, Fransanın təşəbbüsü ilə bu cür sammitlər artıq olmuşdu. Makron burada ciddi canfəşanlıq eləyir, sanki Avropanın gələcəyi və təhlükəsizlik perspektivləri haqqında daha böyük platforma formalaşdırmağa çalışır. Lakin bu görüşlər yalnız Avropanın müstəqil silahlı qüvvələrə malik olması, ümumdaxili məhsuldan daha çox təhlükəsizlik və müdafiə xərclərinə ayırmaların formalaşması istiqamətindədir və Ukrayna ərazisinə qoşunların göndərilməsi, silah-sursatın tədarükü məsələsində fikir ayrı-seçkilikləri geniş miqyas alır və Böyük Britaniya, eləcə də Kanadanın da daxil olduğu Parisdəki görüş növbəti dəfə nəticəsiz qaldı. Amma bu görüşlər həm də Rusiya-Ukrayna müharibəsindən sonrakı dövrdə Avropanın gələcəyini müəyyənləşdirən müzakirələrlə yadda qalır və İkinci Dünya müharibəsindən sonra geniş miqyaslı hərbi əməliyyatlarda iştirak eləməyən Avropa, Amerika Birləşmiş Ştatlarının təhlükəsizlik çətirinə ümid eləyirdi və bu gün ABŞ açıq şəkildə bəyan eləyir ki, Avropa öz təhlükəsizliyi haqqında özü düşünsə daha yaxşıdır. ABŞ Avropaya təhlükəsizlik istiqamətində heç bir borcu yoxdur və buna görə də Avropanın önəmli paytaxtlarında bu cür toplantılar keçirilir və əsas müzakirə olunan mövzu Ukrayna nizamlanmasından sonra Avropanın təhlükəsizlik riskləri və müdafiə qabiliyyətinə yönəlmişdir.